gördüyümüz bütün əşyaları ilə birlikdə Xırdalan şəhərində Alpark yaşayış kompleksi yaxınlığında 3 otaqdan ibarət ideal bir həyət evi təqdim edirəm sizlərə, dəyərli izləyicilər. Evdən yalnız elektrik avadanlıqları götürüləcək. Digər bütün əşyalar qalacaq. Evimiz yeni təmirdən çıxıb, təmirdən sonra demək olar ki, qısa müddətli evdə yaşayış var. Bugünkü günə görə 1 manat belə xərci yoxdur. Tam olaraq qeyd etdiyim kimi əşyalı satılır, elektronika xaric. Sənəd kupçadır, evin və torpağın kupçası mövcuddur. Qonaq otağını gördünüz. Çox maraqlı, gözəl işləmələrlə işlənmiş bir evdir. Keçirik evimizin əsas giriş qapısına. Bura giriş qapımızdır. Giriş qapıdan daxil olduq. Sağda mətbəxdir. Boya-boy mətbəx mebeli yığılıb bahalı materialdan. Bir daha qeyd edirəm, elektronik avadanlıqlar çıxacaq. Evin istilik sistemi kombi sistemidir. Kombisi, radiatoru hər biri quraşdırılıb hazır vəziyyətdə. Hal-hazırda mülkiyyətçi evdə yaşayır. Burada yerləşir sanuzel qovşağımız. İrəlilədikdə yataq otağımız var burada. Bu şəkildə görürsünüz. Çox gözəl, zövqlü şəkildə təmir olunub. Evimiz həyət evidir. Kiçik bir həyət hissəsi də var. Sonda həyətini sizlərə təqdim edəcəm. Hal-hazırda evin daxili ilə tanış oluruq. Digər yataq otağımız da var burada. Bu şəkildə qeyd etdiyim kimi zövqlü şəkildə təmir olunub. Bahalı materiallarla. İndi isə sizə təqdim edəcəm evimizin həyətini, yerini bir daha qeyd edim sizlərə. Xırdalan şəhəri. Alpark yaşayış kompleksindən yuxarı F2 villaların yaxınlığında yerləşir gördüyümüz bu həyət evi. İndi isə keçirik digər hissələrinə təqdim etməyə sizlər üçün. Bu evimizin gözəl, səliqəli şəkildə bəzədilmiş həyət forması. Baxın, belə bir həyət hissəsi ayrılıb ev üçün nəzərdə tutulub. Yerdən kürsülüdür. Qalxdıq bu hissəyə. Burada daha bir plaşatkamız var. Və bu plaşatkadan daxil oluruq birinci geniş bir foyeyə. Yəni bura foyedir. Foyədən sonra digər bir qapıdan evimizin mətbəx hissəsinə daxil olacağıq. Görürsünüz, çox gözəl, zövqlü şəkildə dekorlarla, gül çiçəklə bəzədilib. Ətraflı məlumat almaq üçün buyurub bizimlə əlaqə saxlaya bilərsiniz.